Salam əziz izləyicilər. Belə bir üçbucaq məsələsinə baxaq. ABC üçbucağında Türk ədəbiyyatından götürülmüş məsələdir. ABC üçbucağında BD bərabərdir DY-yə, o da bərabərdir YC-yə. AG bərabərdir CF-ə, o da bərabərdir FC-yə. CK bərabərdir KY-yə. Rənglənmiş hissənin sahəsini istəyir bizdən. FYK bərabərdir sual. Bunu axtarmalıyıq və üçbucağın özünün sahəsi verilib. ABC bərabərdir 180-ə. Baxaq birinci biz CF Y üçbucağına. Burada baxırıq ki, KF mediandır. Çünki CK-nı KY-yə bərabər verib. Biz də bilirik ki, üçbucaqda median çəkilərsə, median üçbucağı sahəcə bərabər iki üçbucağı bölür. Yəni, əgər bura S olarsa, bu da S olacaq. İndi biz bu rənglənmiş hissəni S adlandırsaq, bax, bu da S olacaq. İndi baxaq C üçbucağına. Burada YF mediandır. Çünki CF bərabərdir FC-yə. Əgər baxın, bura 2S-dirsə, deməli, burada 2S-dir. İndi baxırıq A, Y, F üçbucağına. Burada YG mediandır. Yəni, baxın, bu əgər üçbucaq CFY üçbucağı sahəsi 2S-dirsə, bu da 2S-dir. İndi A və D-ni birləşdirək. AD C üçbucağında AY mediandır. DY bərabərdir YC. Bu sağ tərəfdəki bu üçbucağın sahəsi 6S olduğundan bu da 6S olacaq. İndi AB Y üçbucağında AD mediandır. Yəni BD bərabərdir DY. Bu 6S olduğuna görə bu da 6S olacaq. İndi ümumi sahə 180 verib. 6S üstə gəl 6S üstə gəl. Bu sağ tərəfdə də 3 dənə 2S-im var. Bu da 6S bərabərdir 180-ə. 18S bərabərdir 180-ə. S də bərabərdir 10-a. Deməli, bu rənglənmiş hissənin sahəsi 10-dur. Qulaq asdığınıza görə təşəkkür edirəm. Abunə olmayı, paylaşmağı unutmayın. Onlayn dəstəyə qoşulmaq istəyirsə 051 988 21 71 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun.